Bu aralar çoxlarımız yeni süfrəmiz üçün fərqli nələr edə bilərik, dadlı, gözəl görünüşlü nələr edə bilərik onun axtarışında. Məhz bu video sizlər üçündür. Xüsusilə balıq sevənlər üçün çox gözəl video, eyni zamanda yararlı olacaq. İlk öncə sosunu hazırlayıram. Sos üçün qaba 2 xörək qaşığı bitki yağı, 5 xörək qaşığı nar şərab, duz, istiot və 2 xörək qaşığı limon suyu əlavə edirəm. Daha sonra balıqlarımı bu sosda hər tərəfə çəkəcək şəkildə gözlədirəm. Təxminən 5 dəqiqə sosda gözlətdikdən sonra mən airfryerdə bişirmişəm. Məsləhət görərdim ki, qızartsanız daha gözəl olar. Qızartma olmağı daha qəşəng olur məncə. Çünki bunu qızartma reseptdə etmişdim, belə də etmişdim, ancaq qızartma daha çox bəyənildi. Airfryerdə 200 dərəcədə balıq rejimində bişirirəm. İndi isə keçək sos hazırlamağa. Sos üçün bizə bir ədəd turş portağal lazımdır. Qeyd edim ki, portağalı limonla da əvəz edə bilərsiniz. Portağalın turş olmasına özən göstərin. Qabı qazın üzərinə qoyduq, kərə yağı əlavə etdik. Yağ əridikdən sonra soyub doğradığım portağalları yağa əlavə edib çəngəl vasitəsilə əzirəm. Üzərinə 1 çay qaşığı kəklik otu və nanə qurusu əlavə edirəm. Suyun içərisinə 1 xörək qaşığı nişasta əlavə edirəm və qarışımı əlavə edirəm. Qarışdırıram ki, topaq qalmasın, bütün hamısı açılsın. Və bizim sosumuz hazırdır. Sosu qaba əlavə etdim. Həqiqətən çox gözəl görsənir. Qaba əlavə etdiyim sosa belə bir dekor verdim. Görüntü üçün çox gözəl görsənir. Və bişirdiyim parel balığını da üzərinə əlavə etdim. Əgər bu cür reseptlərdən xəbərdar olmaq istəyirsinizsə, əgər məni bu reseptlə tanıyırsınızsa, zəhmət olmasa kanala like atıb abunə olmağı unutmayın. İnşallah ki, yeni videolarda görüşənədək dadlı reseptlərdən xəbərdar olmaq üçün abunə olub izləmədə qalmağı unutmayın. Hələlik.